Salam, hər vaxtınız xeyirli olsun dostlar. Hər kəsin Ramazan bayramı mübarək olsun. Dostlar, bu gün də ağlımdan dana quyruğunu bişirmək keçdi. İstədim ki, dana quyruğu bişirim. Və bir dana quyruğu aldım. Onu qəşəng doğradım. Yuyuldu. Yuyulduqdan sonra bunu dostlar fərqli-fərqli bişirmək olur da. Yəni ki, biri nə bilim soyutma xoşlayır, nə buğlama bişirən də var. Fərqli-fərqli yeməklər bişirir. Mən bu günləri istədim ki, bunu saxsı qazanda bişirim. Saxsı qazanda daha dadlı olur. Ümumiyyətlə saxsı qazanda dolma da bişirəndə dadlı olur. Hər bir şey, pitisi də, hər bir şey dadlı olur saxsı qazanda. Mən də bu günləri istədim bu buğlama formasında bişirim. Ətimiz yuyulduqdan sonra düzdüm saxsı qazana qəşəng. Pomidorun, soğanın, bibərin səliqəli düzdüm üstündən. Bunu qazda vamxodda bişirməlisən də. Yəni ki, ya qazda, ya ocaqda, harda olsa vamxodda bişəndə daha yaxşı olur. Yəni bu belə formada hər kəs bişirə bilər. Yenə deyirəm, bu zövqə görə. Adam istəyir ki, nə bilim soğan vurmur, pomidor, biber vurmur, nəsə vurur. Bu mənim zövqümə görə belədir. Əslində sizə bir söz deyim, bu bilənlər bilir, bilməyənlər deyim ki, yəni mənim sənətim deyil də, mənim sənətim avtoyuma ilə bağlıdır. Sadəcə həvəskarım, xoşlayıram fərqli yeməkləri, ocaq yeməklərinə daha üstünlük verirəm. Xoşlayıram belə şeyləri. Yəni sənətim deyil, amma həvəskarım. Yəni öz zövqümə görə hazırlayıram da onu. İndi ola bilsin bəziləri düşünər ki, nə bilim buna biber vurmaq olmaz, nə bilim pomidor vurmaq olmaz, amma belə mənim zövqümə görə belə qəşəngdir, əladır. Nəysə, bir stəkan da suyunu əlavə elədim. Bu pişəndə biraz gec bişir. Əlavə yarım stəkan da yenə dabafka elədim suyunu. Qaldı bişdi. Baxarsınız indi daha gözəl olur belə, dadlı olur. Bu yeyənlər bilir, yeməyənlər fikirləşir ki, dananın quyruğu da yeyilərmi? Amma yox, dananın quyruğu çox dadlı olur, həqiqətən ləzzətli olur. Mən çox xoşlayıram. Şirəli olur. Bişəndən sonra şirəli olur. Belə yoxlasaz daha yaxşı olar. Mən xoşlayıram, yəni ki, mənim zövqümə görədir belə. İndi fərqli-fərqli bişirənlər var da. Yəni YouTube kanalında yazıb baxsaz da dana quyruğunun bişirilməsi fərqli-fərqli formalarda çıxacaq. Amma ətin pişməyini də görürsünüz. Qəşəng, rahat pişib. Şirəli olur. Şirəli çox dadlı olur. Yenə də bütün videolarımın arxasında dediyim kimi, axırında göz haqqınızı halal eləyin. Allah hər kəsdən razı olsun. Bəyənən əlləriniz var olsun. Təşəkkür edirəm hər kəsə. Çox sağ olun. Yeni videolarımda görüşənədək.